Bəzən bir cihaz alırsan və cihaz sənə deyir ki, mən elə-belə deyiləm. Bu qutunu görəndə də mən eyni hissləri yaşadım. Bu sadəcə notebook qutusu deyil. Bu bir mesajdır. ROG Strix G. Amma gəlin tələsməyək və əsas sualdan başlayaq. ROG nədir və niyə yarandı? ROG Republic of Gamers deməkdir. Bu ad ilk dəfə ortaya çıxanda məqsəd çox sadə idi. Gamerləri ikinci plan kompüter istifadəçiliyindən çıxartmaq. Onlar öndə olmalıydılar. Çünki uzun illər notebook bazarı ofislər üçün işləyirdi və ofislərə fokuslanırdı. Gamerlər isə öz növbəsində ağır və o qədər də rahat olmayan masaüstü kompüterlara möhtac olmuşdu. Təbii ki, aramızda yenə də masaüstü kompüterlər və onu sıfırdan yığan, xüsusi soyutma sistemləri ilə təchiz edən adamlar da var. Bu artıq başqa bir xəttdir, başqa bir cərəyandır. Amma bu masaüstü kompüterdən notebooka keçmək istəyirdilərsə, ortada artıq bir kompromis axtarmağa başladılar. Asus isə deyirdi, gamerlərə ayrıca qaydalar, ayrıca dizayn və ayrıca texnologiya lazımdır. ROG məhz bu düşüncədən yaranıb. Bahalı olmaq üçün yox, güclü olmaq üçün yaradılmış bir notebookdur. ROG Strix G haqqında danışmamışdan öncə deyək ki, Baku Electronicsə bu notebooku bizə icmala verdiyinə görə təşəkkür edirik və siz bu notebooku Baku Electronicsin mağazalarından, həmçinin bakuelectronics.az saytından da onlayn qaydada əldə edə bilərsiniz və xüsusilə onu qeyd etmək istəyirəm ki, çatdırılma da mövcuddur. Ətraflı məlumat bakuelectronics.az saytında və ya 143-də. Davam edirik. ROG ailəsində bir neçə notebook var və ROG Strix G onlardan əsas məsələyə görə fərqlənir. Çünki Strix G onların arasında ən balanslı və real həyata uyğun olan notebooklardan biridir. Yəni bu notebook yalnız benchmark göstərmək üçün deyil, həmçinin yalnız dizaynda hava atmaq üçün də deyil, hər gün istifadə, üstəgəl gaming üçün də nəzərdə tutulub. Yəni Strix G-nin əsas mesajı budur. Mən səni masaüstü kompüterdən ayırmağa hazıram. Bəs ROG Strix G kimlər üçündür? Razılaşın ki, biz bu suala düzgün cavab verə bilməsək, o zaman seçimimiz də yanlış ola bilər. ROG Strix G kimlər üçündür? FPS oyunlarını ciddiyə alan şəxslər üçün, canlı yayımlar açıb video montaj edən məzmun yaradıcıları üçün, 3D render, 2D motion, bu qrafik işləri görən şəxslər üçün, aldım, 2 ildən sonra dəyişdim mentalitetindən yorulan adamlar üçün. Yəni, texnologiyanı sadəcə istifadə edənlər üçün deyil, onu idarə edən şəxslər üçün yaradılmış bir notebookdur. İndi isə gələk performansa, çünki burada əsas mövzu da budur. ROG Strix G nə bacarır, içində nə var, çölündə nə var. Prosesor məsələsində məhz qarşımda olan notebookda Intel Core i9-dur. Amma AMD Ryzen 7 və 9-a da rast gələ bilərsiniz. Qrafik tərəflərdə isə Nvidia RTX 4060, 4070, 4080, hətta məndə olan versiyada RTX 5060-a rast gələ bilərsiniz. Bu nə deməkdir? Bu o deməkdir ki, biz indi hal-hazırda oynadığım Cyberpunk 2077 yüksək ayarlarda oynaya bilirik. FPS oyunlarını 200 plus FPS ilə oynaya bilirik. Canlı yayın açırıq, renderə qoyuruq və oyun oynayırıq. Bu zaman notebook boğulmur. O güclüdür, o bizi irəli itələyir və biz davamlı olaraq bu notebookdan dayanmadan istifadə etmiş oluruq. Yəni bu notebook səni ləngitmir, saxlamır və zamanını itirməyə məcbur eləmir. İndi isə bu qədər şeyi sadaladıqdan sonra ikinci bir sual yaranır. Bəs istilik? Burada da hər şeyi düşünüblər. Gaming notebooklarının əsas zəif yerlərindən biri onun soyutma sistemidir.
Müxtəlif şirkətlər müxtəlif təkliflər edir. ROG da bu işə çox ciddi yanaşıb və çox maraqlı bir sistem qurublar. Strix G-də liquid metaldan istifadə olunur, yəni maye metal sistemindən istifadə olunur. Bir neçə fanlı ağıllı soyutma sistemi var. Bu bizə nə verir? Məsələn, indi sakit bir rejimdə o fanlar çox aşağı sürətdə fırlanırlar, amma biz yüksək FPS-li və yüksək dinamikli bir oyun oynayırıqsa, o zaman onlar işə düşəcəklər və soyutma sistemi tam sürətdə işləyəcək ki, biz oyunun performansını aşağı salmaq məcburiyyəti almayaq. Ki bu arada biz yuxarı performans, balanslı sistem, qrafik performans olaraq da ayarlarda seçim edə bilərik. İndi isə keçək ekran məsələsinə. Göründüyü kimi çox böyük bir ekranı var. Bu bizə müxtəlif məzmunları izləmək, həmçinin oyun oynadığımız zaman oyunun tam içərisinə girməyə imkan verir. Ekranın ölçülərini sistem ayarlarından da dəyişə bilərik. Strix G-də ekran gözü yormaq üçün deyil. Burada ekran üstünlükdür. Ekran yenilənməsi 240 Hz-dir. Yəni bunlar kağız üzərində rəqəmlər deyil. Bu notebookun 3 il bundan öncəki versiyasını mən oğluma ad günü münasibətilə almışdım və 3 ildir ki, o onu istifadə edir, həm dərslərində, həmçinin o gamerdir oyunlarında. Çünki FPS tələb edən oyunları oynayanlar bilirlər ki, ekran gecikirsə, sən məğlum olursan. Ekran bulanıqdırsa, sən oyunu bitirə bilmirsən. ROG Strix G ekranları sürətlidir, rəngləri canlıdır, 500 nit parlaqlıqdır və gözün yorulmur. Və bu o deməkdir ki, siz notebookun arxasında tam hərəkətsiz bir neçə saat qalmalısınız. Təbii ki, fasilələr vermək lazımdır. Bu bizim ümumi sağlamlığımız üçün lazım olan məqamdır. Keçirik klaviatura və səs sisteminə. Bunlar çox xırda görünən məsələlərdir, amma uzun dönəmdə notebook üçün lazım olan əsas məqamlardan biridir. ROG Strix'in klaviaturası RGB işıqlarla təchiz edilib. Bu təbii ki, bir dizayndır, amma həm də təkcə dizayn üçün deyil. Burada WASD zonası, oyun oynayanlar bilirlər, kompüterdə əgər klaviatura ilə oynayırsunuzsa, o sizin düz əlinizin altında olmalıdır. Bu zaman o xüsusilə seçilir və klaviaturanın geri dönüşü realdır. Səs tərəfdə isə Dolby Atmos səs sistemidir və stereo balanslıdır. Qulaqlıq taxmasan da immersion hissiyatını ala bilərsən. Только шалопут. У него свои демоны. Они терзают его душу. Я передам, что вы извиняетесь и хотите помириться. Yəni ROG bu detalları sonradan əlavə eləmir. Əvvəlcədən planlayırlar. Yəni ROG-un əsas fəlsəfəsi məhz gamerlərə yönəlib. Bəs ROG Strix G-nin digərlərindən əsas fərqləri nədir? Mən sizə 5 əsas fərqini sadalamaq istəyirəm. 1. Bu gamer kimi bəzədilmiş ofis notebooku deyil. 2. Performans realdır, marketinq deyil. 3. Uzun ömürlü platformaya malikdir. 4. Armoury Crate ilə hər şey sən idarə edirsən. 5. Bu cihazla kompromisi hiss etmirsən. Gələk onun konfigurasiya hissəsinə. Qarşımda olan notebookda 32 GB-lıq RAM mövcuddur. 16 GB-lıq RAM seçimi də var. Amma 32 ən yaxşısıdır. 1 TB-lıq SSD-si var. Sual gələ bilər ki, gamer üçün ən ağıllı seçim hansıdır? Mən deyərdim RTX 4070, üstəgəl 32 GB RAM, üstəgəl 240 Hz ekran. Yəni bu uzun müddət problem yaratmayan bir kombinasiyadır. Sonda nə deyə bilərəm? Bu sadəcə notebook alım üçün deyil. İndi kimsə övladı gaminglə məşğuldur, bundan çox böyük narahatlıq yaşayırlar. Onu deyim ki, mən sizi başa düşürəm. Amma gaming də bir işdir. Gamer olmaq bir peşədir artıq. Çünki oyun oynayıb, yarışlara qatılıb, oradan qalib olub, pul da qazana bilirlər. Daha sonra bu uşaqlar gamer sənayesinin bir üzvü olurlar. Oyun personajlarının yaradılması, oyun senarilərinin yazılması, mühəndisliyi və s. Ona görə gamingə bu sadəcə kompüter oyunudur deyə baxmayın. Əgər övladınıza bir gaming kompüter almaq istəyirsinizsə, bir kompüter almaq istəyirsə və onun oyunlara xüsusi ağıl, güc və diqqət tələb edən oyunlara ehtiyac oynayan bir şəxsdirsə, məncə məhz ROG Strix G tərəfə də baxa bilərsiniz. Bu notebooku alan adam sonra settingslərlə mübarizə aparmayacaq. Kaş biraz da güclü olardı deməyəcək, cihazı dəyişməyi yox, məhz istifadə etməyi düşünəcək. Əgər sən bir notebook almaq istəyirsənsə və bu sənin ləngitməməlidirsə və uzun müddət işlədib zövq almaq istəyirsənsə, təbii ki, Asus ROG
Strix G düzgün istiqamətdir. Dostlar, sizdə hansı notebookdur? Siz hansı oyunlar oynayırsınız? Məsələn, mən təkli oyun oynamağı çox xoşladığıma görə Cyberpunk, Assassin's Creed, Call of Duty kampaniya hissələri, multiplayer hissələri onları seçirəm. Siz hansı oyunlar oynayırsınız? Hansı oyunlar xoşunuza gəlir və hansı kompüterlərdən istifadə edirsiniz? Notebookunuz nədir və Asus ROG Strix G haqqında nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə yazın və videonu da bölüşməyi unutmayın. Növbəti videolarımızda görüşərik. Qismət olsa.